Elmi problem tədqiqat prosesində təbiətin, cəmiyyətin, idrakin ümumi qanuna uyğunluğunun öyrənilməsi prosesində elmşünaslar yazırlar ki, kör nöqtələrin müəyyənləşməsi əsasında yaranır. Lakin hər kör nöqtə də elmi problem ola bilmir. O kör nöqtə elmi problem hesab olunur ki, həmin nöqtələr məhz elmin təbii inkişaf qanuna uyğunluğu nəticəsində yaranır. Biz mərhum professor Yaşar Qarayevin belə bir sitatını təqdim etmək istəyirik. Deyir, kainatın işıq-qaranlıq aritmetikasında məlum adi nisbətlə dəyişəndə, naməlum həndəsi nisbətlə dəyişir. Nurun, işığın hər zərrəsi bir dəfə artanda, ondan görünən qaranlığın sahəsi həcmi 100 dəfə böyüyür. Bu kontekstdə yanaşdıqda elmi problem, nurun, işığın zərrəsinin artmasından yaranan qaranlıqlardır. Adi qaranlıqlar yox, nurun, işığın yaratdığı qaranlıq elmi problem ola bilir. Bir haşiyə də çıxmaq istəyirik elmi problemlə bağlı. Hamıya məlumdur ki, indi süni intellekt texnologiyalarının sürətli inkişafı dövrüdür və belə bir şəraitdə artıq elmi problem tamamilə yeni məzmun kəsb edir. Artıq alim şəxsiyyətinin unikallığı, özünə məxsusluğu, əvəd edilməzliyi daha çox elmi problemi nə dərəcədə dəqiq müəyyənləşdirə bilmək qabiliyyəti ilə ölçülür. Yəni, sən süni intellektdə elmi problemi hansı formirovkada təqdim etməlisən ki, ondan aldığın cavabdan növbəti elmi problemləri təqdim edib, bu prosesi davam etdirib, bir zincirvari şəkildə son nəticədə nəticə əldə etmiş olarsan. Ümumiyyətlə, süni intellekt texnologiyalarının inkişafı ilə bağlı ictimai humanitar elm sahələrindən Dilçilik İnstitutunun üzərinə xüsusi vəzifə düşür və belə bir ümumiləşmiş qənaət var ki, dilçilər, İKT bilikləri ilə silahlanan dilçilər süni intellekt erasının əsas döyüşçüləri olmalıdırlar. Bu mənada Rasim Müəllimgilin İnstitutunda silsilə olaraq keçirilən İKT-nin Azərbaycan dili və Azərbaycan dilinin İKT problemləri tədbirlərini biz xüsusi qeyd eləmək istəyirik. Yəni, dilçilər qarşısında fərdi, tutaq ki, o milli dil korpusunun yaradılması, korpus dilçiliyinin inkişaf etdirilməsi, korporativ korpusun, fərdi korpusun yaradılması kimi məsələlər bizim o dünyada mövcudluğumuzun ən əsas aparıcı şərtidir. Yəni, bunu da qeyd eləmək, üstündən keçmək istəyirik. Beləliklə, problem deməli, əsasən elmilik, obyektivlik, aktuallıq və əhəmiyyətlilik tələblərinə cavab verməlidir. Elmilik, obyektivlik haqqında danışdıq. Aktuallıq, əhəmiyyətlilik də belədir ki, elmi problemin əhəmiyyəti yalnız elmi müstəvidə ölçülmür. O, cəmiyyətin sosial, iqtisadi, mədəni, mənəvi, ideoloji inkişafı baxımından da əhəmiyyətli olmalıdır, insanlığa xidmət etməlidir, dövlətə xidmət etməlidir.